sualda zamanlarla bağlıdır. When I lost, deməli uzlaşmalara diqqət edirik. When-dən sonra bitmiş zamanlar gəlmir. C-ni atırıq. Uzlaşmaya əsasən A variantında C ilə was hiring olmaz. B variantına düzdür. D variantında uzlaşma pozulubdur. Y variantı yenə uzlaşma pozulub. Qalır nə? B variantı. So, B was hiring. Deməli, 62-ci sualda deyir ki, propositionla bağlıdır. I attend drawing classes because of my love for art. For art veririk B variantı. 63-cü sualda deyir ki, it is hard when it is very noisy. Deməli, çox səs olanda nə çətin ola bilər? Bu biraz məntiqdir, həm də lüğət bazamız geniş olmalıdır. To concentrate, yəni konsantrə ola bilmirəm də çətin olur səs olanda. D variantı. 64-cü sualda sual cümləsinin quruluşunda xüsusi sual sözü, köməkçi fiil, sonra mübtəda, sonra əsas fiil gəlir. Buna əsasən B variantı, C variantı yanlışdır. D variantında əndən qabağa daz keçərdi. Y variantında da dazdan sonra bir yerdəki S düşməli idi. Ona görə A variantı doğru variantdır.